Herkese salam. Bu bizim nişana hazırlığı dövründə getdiyimiz məkanlar, mənim həmin dövrdə aldığım məhsullar və s. Bu videomuzda mən sizə onları göstərəcəm. Biz ilk olaraq həyətindən tanıdınızmı bilmirəm, Mala Praqaya getdik. Orada isə biraz bəyənmədik. Biraz oradakı rənglər mənim istədiyim tərzdə deyildi. Ona görə sonradan biz getdik Xanbağı restoranına. Mən indi oradan sizə paylaşacağım. Ondan sonra isə biz məhsullar almağa gedəndə biz biraz yorulduq və mamamla artıq yemək yeyirdik. Burada isə mən sizə aldığım məhsulları göstərirəm. Mən məhsullarımı Laparetto və Parfum de Evropa'dan əldə etmişdim. Laparetto'dan Vey şampun və duş gelini əldə etmişdim. Parfum de Evropa'dan isə Narciso ətrini və Burberry Goddess ətrini əldə etmişdim. Və ikisini də mənim zövqümə çox uyğundur. Mən əksər vaxtlarda şirin ətirlər sevirəm və bu ətirlər də mənə uyğun idi. Bu ətirlərdən də vanil qoxusu gəlirdi. Və biz nişan xonçalarını Bindada yerləşən Sadaf yerindən götürürdük. Oradan da mən sizə bir fraqment çəkmişdim. Gəzdiyim moldan isə mən paltar və yaxud da digər alış-verişlərimi elədim. Zara'dan olduğum məhsullar isə Crezet Mall filialından almışdım və mənə burada padruqam yoldaşlıq eləmişdi. Ona təşəkkür edirik və budur Xanbağı restoranı mənim tam istədiyim rənglərdə, qızılı və yaşlının möhtəşəm uyumunda və mən həmin nişanımız üçün dırnaqlarımı düzəltdirirəm. Dırnaqlarımı isə mənim digər videomda göstərdiyim Nail xanımda düzəltdirmişdim və dırnaqlarım həqiqətən də möhtəşəm idi. 40 gün əlimdə qaldı və burnunda qanamamışdı. Çox gözəl idi və mən belə bir şeylər zakaz eləmişdim. Bunu çox da zakaz eləyib stola masaya qoyurlar, amma mən 2 dənə sifariş verdim sadəcə çəkiliş üçün və budur xonçalarımın bir qismi. Videomuz bu qədər, hələlik.